Hamıya salam. Bugünkü videoda sizə web proqramlaşdırma nədir, hansı sahələri var, bu barədə qısa bir məlumat verəcəm. Web proqramlaşdırma ümumiyyətlə dedikdə bizim gündəlik həyatda istifadə etdiyimiz veb saytlar və web applicationların yaradılmasıdır. Web proqramlaşdırma özü iki hissəyə bölünür. Frontend və backend. Frontend haqqında qısa bir məlumat verim. Frontend istifadəçinin qarşısına çıxan, yəni bizim ilk qarşımıza çıxan hissə web saytda və yaxud da web applicationda çıxan hissə frontend adlanır. Frontend bunlara aiddir, frontendə aiddir daha doğrusu desək. Buttonlar, şəkillər, yazılar, rənglər və s. Bunlar hamısı frontendə aiddir. Backend isə saytın arxa planında işləyir. Yəni istifadəçi onu görmür. Amma saytın və yaxud da web application işləməsi üçün vacib olan hissələrdən biridir. Misal üçün belə bir örnək çəkim. Hər hansısa bir yeri biz qeydiyyatdan keçirik. Forum doldururuq. Ad, misal üçün email, telefon və s. yazırıq və göndəririk. Burada əsasən iş prinsipi məlumatlar forumdan götürülür və serverə, yəni backend-ə göndərilir. Və o da backend-də məlumatlar harada saxlanılıb? MongoDB, SQL və s. Burada məlumatın düzgünlüyünü yoxlayır. Əgər düzgündürsə, bizə cavab OK gəlir. Deyilsə bizə cavab xəta gəlir. Yəni əsas məsələ burada server. Yəni o da backend-dir. Backend əsasən giriş, çıxış məlumatlarıdır, saytdakı məlumatların idarə olunmasıdır və s. kimi hissələrə belə deyək, backend baxır, doğru dildə desək. Ümumiyyətlə, frontend və backend hansı texnologiyalardan istifadə olunur? Frontenddə əsas ictimai CSS JavaScript-dir. Çünki demək olar ki, çox saytlar və applicationlar bu üçü ilə yazılır. React, Angular, Vue, Next.js hansı ki burada olmayıb, amma Next.js da var. Onlar isə JavaScript-in frameworklarıdır. React özü Facebook tərəfindən hazırlanmış frameworkdur. Angular isə Google tərəfindən hazırlanmış frameworkdur. İctimai saytın strukturunu düzənləmək, strukturunu yaratmaq üçün istifadə olunur. Amma proqramlaşdırma dili sayılmır. CSS, JavaScript isə bunlar nədir? CSS saytın dizayn hissəsidir. Yəni biz saytı girəndə bizim qarşımıza çıxan dizayndır. Əgər CSS olmasa saytın dizaynı, yəni göz oxşayan olmayacaq. JavaScript isə saytın funksionallığıdır. Biz HTML CSS-lə göz oxşayan sayt yazdıq, amma saytın funksiyalanlığı olmalıdır. Yəni məsəl üçün butona klik edəndə harasa göndərmək və yaxud da nəyəsə açılmağı, bunun üçün JavaScript lazımdır. React, Next.js, Vue.js isə bunlar digər dərslərdə ətraflı məlumat verərəm. Backend texnologiyaları arasında isə PHP, Node.js, Python, Java, Ruby və Go aiddir. Bunlardan ən yaygını PHP-dir, Python-dır, Java-dır, Node.js-dir. Bunlardan istifadə olunur. Frontend və backend-ə aid bir örnək göstərsək, frontend bizim istifadəçinin qarşısına çıxan hissədir. Hansı ki, burada menyulardır, buttondur, yazı və şəkillərdir. Backend isə burada bir örnək dashboard var, yəni admin panel var. Burada da istifadəçi məlumatları idarə edə bilər, sayta əlavə edə bilər. Misal üçün biz buradan hər hansı bir xəbər əlavə edirik və bu gəlir sayta düşür. Yəni istifadəçi burada xəbəri əlavə edir, yenə forum vasitəsilə göndərilir. O gedir serverə, oradan gedir məlumatı saxlayır hər hansısa bir verilənlər bazasında və front da gedir o verilənlər bazasından çəkir. Front və backend arasında körpünü API vasitəsilə də qurmaq olar. Digər videolarda isə HTML nədir, necə istifadə olunur, HTML-la ilk kodlarımızı yazmaq barəsində məlumat verəcəm ki, gələcək layihələrdə backend, frontend arasında əlaqə, API, sorğuların göndərilməsi, sorğunun qəbul edilməsi, bu tip videolarda gələcəkdə çəkib inşallah göstərəcəm.